Salam dostlar, mən Quliyeva Sevda. Tam ali təhsilliyəm. YouTube kanalı açmaqda əsas məqsədlərimi sizlərlə bölüşmək istərdim. Düşünürəm ki, bir çoxlarına faydalı olacam. Keçdiyim təhsil yolundan, həyat yolundan, həyatın bizə öyrətdiklərindən, təhsilin mənə verdiklərindən sizlərlə bölüşmək istərdim. Bu işdə mənə ən böyük dəstəkçi olan həyat yoldaşıma buradan təşəkkürlərimi bildirirəm. Çox sağ olsun ki, motivasiya eləyərək məni bu işə yönləndirdi. İlk növbədə onu demək istərdim ki, düşünürəm ki, mənim bu YouTube kanalım qızlarımız, xanımlarımız üçün daha dəyərli olacaq. Adi vaxtlarınızı kanalımızdakı videolara baxaraq dəyərləndirsəz, düşünürəm ki, peşman olmazsınız. Burada bölüşəcəyim məsələlər daxilində keçdiyim təhsil yolu, ixtisas seçimində dostlara köməklik edə biləcəyim məlumatlar, eynilə bir övladım var. Hal-hazırda övlad böyütməkdə, hamiləlik dönəmlərində keçdiyim yollardan sizlərlə bölüşərək sizləri də hardasa maarifləndirməyə çalışacağam. İlk növbədə təhsil. Onu demək istəyirəm ki, təhsil insan həyatında mühüm bir faktordur. Hər kəsin savadlı olmağı onun gələcək həyatına bir işıqdır. Söhbət təkcə diplom almaqdan getmir. Həmçinin aldığımız diploma uyğun biri olmalıyıq. Yəni öyrəndiklərimizi həyatımıza və ya peşəmizə tətbiq etməyi bacarmalıyıq. Məsələn, hal-hazırda da tələbələrin hazırlaşdığı yekun imtahanlara doğru getdiyi bir mərhələdir. Kimlərsə üzülür, kimlərsə çox sevinir, kimlərsə yüksək ballarla gələcək ixtisas seçimlərinə hazırlaşır. Kimlərsə əldə etdiyi müəyyən ballar çərçivəsində tuta biləcəyi ixtisasları axtarır, araşdırır. Belə bir şey demək istərdim ki, ilk növbədə ixtisas seçimində çalışın zamanəmizə uyğun olaraq aparıcı mövqedə olan ixtisaslara yönələsiniz. Məsələn, hal-hazırda müəllim olaraq fəaliyyət göstərən kadrlarımızın sayı yetərincə çoxdur. Gələcək vaxtlarda iş tapmaq problemi yaşamaq istəmirsinizsə, elə vəzifə, elə bir ixtisas seçiminə yönəlin ki, orada iş tapmaq sizin üçün çox rahat olsun. Yəni hansı sahədəki kadr azdır, o sahəyə yönəlmək daha məsləhətlidir. Və bir şeyi də nəzərinizə çatdırmaq istərdim ki, müəyyən bir zaman kəsiyindən sonra bəzi ixtisaslar var ki, onlar artıq tarixə qovuşacaqlar. Çünki bu gün özümüz də bilirik ki, kompüter elmləri o qədər inkişaf edir ki, o bir sıra elmləri sıradan çıxarır. Məsələn, mənə görə ən sevilən sahələrdən biri tibbdir. Təbii ki, hər kəs də həkim olacaq, hər kəs müəllim olacaq, hər kəs bir mühəndis olacaq demək deyil. Kompüter elmlərinə yiyələnmək və yaxud da hər hansısa bir ixtisasa sahib olmaq yaxşı bir kadr olmaq demək deyil. Bundan əlavə, onu nəzərinizə çatdırmaq istərdim ki, kimlərin ki, təhsil olaraq, düşüncə olaraq buna, yəni təhsilə yönələ bilmirsinizsə, heç olmasa peşə sahəsində çalışın ki, maariflənəsiniz. Məsələn, şirniyyatçı, məsələn, hər hansısa bir dərzi ola bilər və yaxud da gözəllik salonunda işləyəcək sahələrdə də maariflənmək mümkündür. Diplom hər şey demək deyil, amma ixtisas mütləqdir. Mütləqdir ki, hər kəsin bir vəzifəsi, tutduğu bir mövqe olsun. Məsələn, mən bu gün anayam, amma vaxt var idi ki, mən də sizlər kimi universitetə hazırlaşan tələbələr sırasındaydım. Mən 2 dəfə universitet oxumuşam, bir dəfə dövlət qulluğu oxumuşam. Hər birinə hazırlaşan zaman o qədər məsuliyyətlə yanaşırdım ki, öz doğmalarımın özəl günlərində belə iştirak eləyə bilmirdim. Çünki mənim üçün ilk növbədə təhsilim idi. Təhsil mənə çox şey verə bilər, çox şey qazandıra bilər. İnsanlar arasında danışan zaman təhsilli insanlar o dəqiqə seçilirlər. Sizə seçilənlərdən olmağı arzulayıram. İlk növbədə həyatda öz mövqeyinizi tapmağı arzulayıram. Əgər nəyisə əldə edə bilmirsinizsə və ya etməmisinizsə, bu
Elə də mühüm deyil, bunun üçün üzülməyə dəyməz. Həyat o qədər gözəldir və o qədər zaman sürətlə uçub gedir ki, üzüldüyümüz şeylər geri qalanda bəzən bu gün arxaya dönüb üzüldüklərimizə baxanda nələr üçün üzüldüyümüzü çox təəssüflənirik. Həyat çox gözəldir, həyatınızı doya-doya yaşayın. Tələbəlik isə ümumiyyətlə gözəldir. Deyərdim ki, qayğısız günlərin başlanğıcı, və həyata ilk addımların başlanğıcı məsələ tələbəlik illəridir. Çünki parta arxasından qalxırıq, hərəmiz nəyisə yiyələnmək üçün çalışır və öz addımlarımızla irəliləməyə başlayırıq, öz ayaqlarımız üzərində qalxmağa başlayırıq. Hər birimiz özümüz üçün bir gələcək qurmağa başlayırıq. Qurduğunuz gələcək hər birinizə xeyirli olsun, əziz dostlar. İxtisas seçən zaman çalışın, diqqət edəsiniz ki, özünüzü seçdiyiniz ixtisasda görəsiniz. Məsələn, mən çalışırdım müəllim olum, amma ən böyük arzum hüquqşünas olmaq idi. Həmin ərəfələrdə aviasiya akademiyasında qəbullarla maraqlanmışdım, lakin qeydiyyat qabiliyyət imtahanlarına gecikdiyim üçün mən aviasiya akademiyasının hüquq fakültəsinə verə bilmədim. Zaman elə gətirdi ki, həmin dövrdə yüksək bal toplayaraq müəllimlik ixtisasına yiyələndim. Peşəmi çox sevirəm, ixtisasım çox gözəldir, amma bu gün müəllim olaraq fəaliyyət göstərən kadrlar da çoxdur, hədsiz çoxdur. Zamanla çalışdım və düşündüm ki, öz ixtisasımı hardasa fərqli istiqamətə yönəldim və ixtisasımı artırım. Buna görə magistr dərəcəsi almaq düşündüm və təhsilin təşkili idarəçiliyi sahəsində də oxuyub diplomumu əldə etdim. Amma bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, əziz bakalavrlar, əgər ixtisasınızı yekunlaşdırdıqdan sonra işləyə bilirsinizsə, işinizi təhsilinizə qurban verməyin. Mən etmişəm, amma siz etməyin. Çünki iş hər zaman mütləqdir. İşləmək insanın maddi azadlığını, rifahını təmin edən bir vasitədir. Daha sonra onu nəzərinizə çatdırmaq istəyirəm ki, niyə görə bayaq dedim ki, özünüzü gördüyünüz ixtisas üzrə oxumağa çalışın. Çünki mənim arzum hər zaman hüquq olub. Mən hüququ çox sevən bir insanam. Hüququ çox gözəl bilirəm, qayda qanunları çox gözəl bilirəm. Azərbaycan Respublikasının konstitusiyasını bilirəm, hətta Cinayət Məcəlləsinə qədər, Əmək Məcəlləsinə qədər oxuyub məlumatlandığım sahə var. Yəni bunları dərindən öyrənmək mənim üçün böyük zövq olub. Daha sonra ixtisasımı, magistraturanı bitirdikdən sonra düşündüm ki, dövlət qulluğuna sənəd verim və bunun üçün dövlət qulluğu sertifikatı aldım. Həmin ərəfədə isə qanunvericilik, konstitusiya, məntiq, informatika bir sıra lazımi elmləri araşdırıb öyrəndim. Arzuma da çatdım. Bunun üçün özümə təşəkkür edirəm. Bu gün məni mən yaradan özüməm, öz biliyimdir. Düşünürəm ki, sizlər də nə zamansa əldə etdikləriniz üçün geriyə baxanda, bugünkü sizə baxanda elə bir həyat yolu keçməlisiniz ki, özünüzə təşəkkür edəsiniz. İlk növbədə sözüm xanımlarımızadır. Çalışın, hər şeydən əvvəl özünüzü düşünün. Mən olaraq, mən kiməm deyə düşünün. Sevmək çox gözəl bir hissdir. Ailə olmaq çox gözəldir, möhtəşəmdir. Əgər siz onu bir var kadr olaraq, hazır bişmiş bir kadr olaraq, belə deyim, təhsil sahəsini nəzərdə tuturam. Hazır bir kadr olaraq ailə qurursunuz. Çünki sizin orada artıq öyrəndikləriniz içərisində psixologiya olur, ailə pedaqogikası olur, öyrəndikləriniz içərisində qazandığınız möhtəşəm bir dünya görüşü olur, elm olur və ona əsasən seçiminizdə də yanılma ehtimalınız daha az olur. Çünki daha ağıllı qərar verirsiniz və düşünün ki, həyatda kimsinizsə, siz zamanla özünüzə əhatə olaraq da həmin insanları cəlb edəcəksiniz. Bu dost əhatənizdir, bu doğmalarınızdır, bu sizi sevənlərdir. Hər kəs artıq sizinlə düşüncə olaraq balanslaşmağa çalışacaq. Özünüzə yaxşı baxın. Çalışın, təhsildən qıraqda qalmayasınız. Özünüzü inkişaf etdirmək heç zaman gec deyil. Mən bugün belə oxumağı çox sevirəm. Bunu da sizlərlə bölüşmək istədim. Hər birinizə uğurlar arzulayıram. Təkrar görüşərik. Bu dəfə
Tam fərqli bir mövzuda yenə sizlərlə fikirlərimi bölüşəcəm. Uğurlar arzulayıram hər birinizə.